Selamlar, ben Qabil. Bu keçəli birlikdə yeni bir videoyla qarşınızdayım. Dostlar, Fenerbahçe kariyerin yeni bir videosuyla qarşınızdayım. Videonu açmadan əvvəl dedim ki, Şampiyonlar Ligi maçına can gəlim. Gördüyünüz maçlar bunlardı. Qalatasaray'a zad tutduq. Bu maçları elədim. Lig maçları idi, önəmsiz idi. Ligdə birinciyik. İkinci averaj farkı ilə. İndi bu kubok maçından sonra Şampiyonlar Ligi rəqibimiz bəlli olacaq. 3-0 və Şampiyonlar Ligi rəqibimiz. Real Madrid zat. Dostlar, səfərdə Benfica, evdə Ajax, evdə yenə Real Madrid, səfərdə Atletico Madrid, evdə Aston Villa, səfərdə Bayern Münih, Bodo Glimt, bir də ilə qarşılaşacaq. Adını düzgün deyəmədim o komandan. Şampiyonlar Ligi'ndə gördüyünüz kimi belə takımlar var. Qarabağda var. Gördüyünüz kimi. Buradan Atiyapıya yopul yatırmayacağım. Biz kimi dostlar Salah zadı almışdı o bölümdə. Krallıq oyuncumuz zad var idi. Burada indi dostlar bu 64 zad qoq alsın. Benfica'ya qarşı səfərdə ilk oyun. Benfica Şampiyonlar Ligi'ndə qəşəng getmir dəqiqəcə. Biz beraber elədik. Arsenal 8 vurudub bizim rəqibimizi. İlk 14'lüyük biz. Dostlar, bu maçlar dediyim Ajax maçında ekran kaydını təzədən açaram. Dostlar, buradan açım dedim, Beşiktaş 3 vurutduq. Buradan da qalan rəqibləri görə bilərsiniz, tutduğumuz. Ajax'a qarşı çətin deplasman olacaq bizim için. Evdə qəbul edirik, evdə. Ajax'ın kadrosu. Bizə bir dənə cıbə göndərək, o geçsin, tapsın bu. Asya bölgəsinə geçsin. 10 maçdan sonra gələcək. Ajax'a qarşı 2 surutduq qəşəng. 11'ci. Bizim rəqib anı qələbə qazanıb o. O sonuncudular elə. 11'ci biz dostlar. Bundan sonra Real Madrid maçı var. Çox çətin bir deplasman. Yo, ev deyil deyəsən o. Bizim evdə. Yəni Fenerbahçe'nin evində. Real Madrid'in kadrosu Mbappe, Vinicius, Rodrigo. Coşu bir Real'ın kadrosu. Bizim müdafiəçilərə çox iş düşəcək. Və bərabərə qəşəng. Onların qapıçısı olub maçın oyuncusu. Courtois. Demək biz çox prinsip eləyinmişik. 14'cü. Tabi da bezirli dəqiqə başı kırmızı görür. Ligdə sizə dostlar birinciliğimizi göstərim. Kasımpaşa. 2-0. Dostlar, Ederson'da təklif var. Ederson'u satmayacağım. Qolə bizdə də əməkli olsun. Qəşəng gedir. Ne oldu bu gələr Samsun'a qarşı 4-0 və Atletico Madrid. Real'dan bir xal qopartdıq. Görək bunlardan qoparda biləcəyik. Belə gəldik. Bir xalda qopartdıq. Hələ dəqiqə çox hoşdur, məncə bir gol da atardıq. Qarabağ neçəncidir? 31'ci.
Kayseri. Şampiyonlar Ligi çok getmir dostlar. Çok geçsə kəsib ekran kaydını oradan başladaram. Dolayısıyla ligin bir maçından sonra Şampiyonlar Ligi başlayır. Aston Villa. Rəqibin kadrosu. Yeni evdəyik. 3 xal qoparda bilərik məncə. Olsun uşaqlar olsun, eşin olmaz. 22-ci. 2 dəfə Şampiyonlar Liginə qatılmışıq bu kariyerdə. İkisində də 2-8-likdə bitirmişik. İndiyəsən ilk 16-lığa playoff oynayacaq. Bunlar tutduq. Və Bayern Münih maçı. Adamların ilk 11'də Nicholas Jackson var. Onların evində. Buradan da bir xal, qəşəng uşaqlar. Qəşəng. Qarabağ tutub. 20-ci, Qarabağ 28-cidir. Opsi maçına baxdı. Dostlar işte ekran kaydını kəsim ilə orada başladaram. Dostlar əldə etdiyimiz 2 maçın ikisini də qazandıq. Namur-Spirdən də göstərim daha. Bodo Glimt'ə qarşı. Evlə Norveçlinin arasında bir dənə Rus qapıcı var. 3 xal kimi baxırıq bu maça. O, qəşəng 3 xalda aldıq. Qarabağ 2-0 uduzub. Qarabağın ilk 11'ə qalma şansı 7 xal yoxdur. Elə çünki burada komandalar xal alacaq. Opsi maçacan gedim dostlar. Dostlar bizi Galatasaray istəyir. Japonza da oynadırlar. Beşiktaş'a gedərdim əgər kariyer eləməsəydik. Göztepe maçından sonra Şampiyonlar Ligi maçı var. Göztepe'ye uduzduq. Galatasaray ile gedirik xal itirmədən. Və bu sonuncu Şampiyonlar Ligi maçımız rəqib evdəyik. 3 xal alsıq qəşəng olar. Qəşəng uşaqlar, qəşəng. Qarabağ heç udmayıb axı, bərabərə qalıb bu da. Soda 8 xal olub buradakılar, Napoli zat. İlk 13'lük qələbə olsaydı bəlkə də yenə qalanmırdıq olsun. Playoff'dakı rəqibimiz Lazio. Bu Lazio maçına can gedim mən. Dostlar göndərdiyimiz Texnotrek gəldi, görüm nələr gətirib. SB mövqəsinə. Yenə götdü başdı bir şey tapanmayıb abi. Yox, bu yenə işinə tapanmayıb. Bunu bir də göndərəcəm. Bir də Asiyaya göndərəcəm. Quveysin. Getdik dostlar Lazio maçına can. Dostlar Lazio maçı gəldi. Bir oyuncumuz qırmızı kart görüb. Lazio'ya qarşı kadroları və ilk 8'lik. Devam edilir dostlar Lazio maçı. 1-0 2-1 utduq. Belə qalsa Şampiyonlar Liginə qala biləcəyik. Dostlar bu kariyeri istəyirəm tez bitirim. Çünki dillər ayın 5'ində güncəlləmə gələcək. Bugün də ayın deyəsən 30'udur. Yox 31'idi bilmirəm. Güncəlləmə gələcəyinə görə tez bitirmək istəyirəm kariyeri. O görə bu bölüm biraz daha uzun ola bilər. Trabzon 3-1 utduq. Bak Galatasaray. Vacib bir maçlardan biri. Solu beyimiz var. Bunu koyalım yani.
Galatasaray'a karşı. 2-0 qəşəng. Ligdə elə deyəsən şampiyonumuz olacaq. Burada da Əmrəli Bey qoyaq. Belə baxıram uşaqlar, rahat keçə bilərik də. Niyə özümüzü yoruruq bu maçdan ötürü? Dostlar, bunun rahat keçərik məncə. 2-0, 3-0, 4-0 keçdi. Bax qəşəng. Gol krallığı, Nas krallığında biz heç kəs yoxda olsun. Bizə Liverpool, bu maç biraz gərgin ola biləcək. Bu dostlar Liverpool maçına zəng edim. Və dostlar Liverpool maçı. Qaplanında Mamardaşvili var. Van Dijk. Всё, belə. Hücumlarında da ki Alexey nədir, elə bir adı var idi, o qoruyur. İlk oyunu dostlar simülə eləyəcəm, cavab oyununu özüm oynayacağım. Liverpool'un kadrosuna bizim kadromuz daha güçlü. Salah da öz onlara qarşı oynayır, eski takımına qarşı. Alanya maçından sonra gəlir Liverpool maçı. Üç vurutduq. Və gəldi Liverpool maçı. Rəqib biraz güclüdür, amma biz onlardan biraz daha presik edər güclüdə takımıyıq. Sümülə edirəm uşaqlar, son 90 dəqiqədə 2 gol buraxmayın. Təkcə 2 gol. Qəşəng 2 gol elə biz vurduq. 3-1 keçdi, toplam sporda 5-1. Buradan bir söz dostlar kimi istəyərik. Napoli tur keçib, Napoli gəlsin, Marsilya dolar. Leverkusen o qəşəngdir, o da qəşəngdir. Leverkusen dolar, 8-1 finalda. O da olar. Bizim kadromuz olsa fiziki cəhətdən güclüdür biraz. Beşiktaş'a qarşı 2-0. Galatasaray demək olar ki, birinciliyi salmırıq. Və gəldi Leverkusen maçı. Rəqibin kadrosuna baxanda güclü yoxdur. Simülə eləyəcəm bunu. Əgər şey olsa dostlar, cavab oyununu özüm oynayacağım. Cavab görürəm. 1-0. Beşiktaş maçı zadı. Bunlar özü çox bezdirir. Bu kubokdan biz necə bələnməmişik? Ələn sürü maç azalardı heç olmasa. Oyuncular daha tez yorulmazdı. Dostlar, hər oyun sonunda oyuncular üzü yorulur. Şeylə düzəldirəm o. Enerji var. O dəqiqə başı basıram. 2-0 Göztəpəni tutduq. Göztəpə 4 adı. Bu Bayern Leverkusen. Çətin rəqibdir. Qoyduq belə. Şo. Düşünürəm ki, yəni bunlardan gol buraxmayacaq Ederson. Qəşəng keçdi 3-1 yenə qəşəng. Oy ay ay ay. Ya Real, ya City, ya Arsenal. Arsenal gəlsə daha yaxşı olar. Kim gəldi? Arsenal da gəldi elə. Bu dostlar Arsenal maçına zəng edim. Dostlar, bu arada göndərdiyimiz xəbər gətirib. 20 yaş. Bu futbolu buraxır. Yox, sən yenə normal adam tapanmayıbsan. Sənə bu səfər göndərəcəm yenə cıbəyə, bu bölgəyə. Ged gələrsən. Və dostlar, Arsenal maçı gəldi. Öncəliklə bu görək bu nə qəddir. Oradan. Çox Japon gətirib. Yenə doğru düz qadam tapanmırsan sən. Yenə get sıra. CB mövqesinə. Arsenal'da da dostlar ilk oyun özüm oynamayacağım. Cavab oyununu oynayacağım.
Bunu qoyaq belə. Bu da belə. Maç başladı. Və 0-0. Cavab oyununu özümüz oynayacaq. Hatay. Bu sabah da Göztepe'ye 1-0 kaybettiği bilmirəm niye. Galatasaray'da çok uduzdu indi. Bak Göztepe ikinciliği oynuyor. Hə. Çok evlə kadrosu yoxdu ama ikinciliği oynuyor. Onları uduzduq. Bilmirəm niye. Yəqin kadronun yorğunluğundan. Bunu özüm oynayacağım indi. Cavab oyunu. Öz evimizdə cavab oyunu. Arsenal lig dəqiqələrdən gəlir. Qapıcı qəşəng. Ederson bizi qoldan xilas elədi. Hücumduyuq. Atdıq topu. Boşluq vermirlər. Bunların müdafiəsinə bax. Gol. 18-ci dəqiqədən gol tapırıq. Arsenal'ın müdafiəsi həqiqətən də çox qəşəngdir. 2 tane oyuncumuz sarı vərəqə gördü. Pis oldu. Buradan böyle yolladı. Qapının üstünə. Deyir bir də dəyərləndir. Taktiki qoy bir də dəyərləndirək. Gördük onu ora. Gol. İkinci gol. Elə bu kariyeri tezcə bitirmək istəyirəm dostlar. Uzaqlaşdırdıq boşu. Topu kaldırdık. Rahatlıqla gol atırıq. Arsenal'ın müdafiəsi demək olar ki, təmiz açılır. Burada bir santrafor oynayanımız yoxdur. Olsun bizə cıbıya qoyaq yerinə. Sən neçəni oynayarsan orada? 68 ilə. Oyna da oyna. Qobubsin sarı vərəqəsi çox görməsin. Sarı vərəqə görən oyuncuları çıxartdıq dostlar. Bu 72 ilə oynayır. Bax qobu qalsın. Yine hücumduyuq. Buradan birbaşa ötürmə verdi. O da ona verdi. Bu da gol oldu. 4-0. Arsenal penalti. 1-0 penaltiden gol taptılar. Ne oldu bu Arsenal yine öz-özünə gəlməyə başladı. Ödürüsü. Bu son dəqiqə elə bilə bir dənə dəyişiklik eləyək. Bu çıxsın elə belə. Bir dənə də bunu salaq bunun yerinə elə belə. Всё. Maç da burada bitti dostlar. Arsenal keçdi və rəqib City. City kubok xəbəri də bizə gəldi. Bu rəqibi məncə asanlıqla udarıq. 4 surutduq və ligdə yenə şampiyonluq. Kubokun finalı Galatasaray'a qarşı. 2-0 utduq bu kubokda. Chile udub ki kubokun. Roma Konferans ligini alıb. Avropa Ligi Juventus'un olub. Və City'nin ilk 11'i. Kanan yıldızı olublar. Bunu özüm oynayacağım dostlar. Bir daha. Yox, yaxşı yox. City'ye qarşı maç başladı. City ilk dəqiqələrdən elə pis gelir. Qəşəng uzaqlaşdırdıq topu. Ya ne oldu bu top təzən qayıtdı. Haaland atacaq da. Bu topu uzaqlaşdırın da. Haaland kimi oyuncuya top vermək çox şeydir belə, qərizdir. Məsələdir. Uzaqlaşdır topu qəşəng.
City çox hücumlu başladı. Bizdən heç kəs yoxdur ki içəridə. Bu nətər hücumda. Dostlar bir dəqiqə. Dostlardan gələk. Dostlar gəldik. Devam edir dostlar. Belə aradan verişik qəşəng də gəldi pas. Haaland oradan vurur. Sən nətər vuramırsan? Hadi. Mən nə cür buna deyirəm, vur, bu nə cür vurmur ya. Bıraxma. Ay doğrusu. İkinci bu qolu bıraxışıdıq pis idi. Ay doğrusu. Neçənci vəziyyətdə bizi qoldan xilas eləyir. Hücuma sıxında itirəcəyimiz heç bir şey yoxdur. Hücum. Bu Haaland'ın da şeydə qol idi az qala. Haaland çox pis gəldi. Gol. Bizə bir bərabərləşdirdik şotu. City dayanmır. City da uzaqdan zərbə. Yenə də son. Əvvəlki takımda qarşı Ederson dəvləşib. O Sarıverəyə görəni çıxartmaq istəyirəm. 80-ci dəqiqədə çıxardaram. Qoy eləli oynasın. Müdafiəmiz çox çətinlik çəkir. Bunu çıxartmaq vaxtıdır. Doksanıncı dəqiqədə də onu çıxardarıq. Ya qoy oynasın 95-əcə. 100-əcə. Hücumduq 99-cu dəqiqədə. Bizə niyə heç kəs yoxdur? Hələ hücuma çəkmişəm oyuncuları. Boşluq vermirlər hesabsın. Aha bir də dəyərləndirək epizodu. Amma bunu nətər etdim? Göşək. Vur. Yenə onların müdafiəsi. Nə qədər hücuma çıxsa. Penaltilər olmağını istəmirəm. Burada sürüşün. Sizin itirəcəyi heç şey yoxdur. Qapıya zərbə qoşulur. Yuko burada bu Sarıverəyə görəni çıxardaq. City'də nə oldu çıxardan kim? O səndə. Bıraxma. Bizim bıraxdığımız qola var 109-cu dəqiqədə. Yıqaşı hücumluyuq. Davay duram. Gol. 2-2 elədi. City çox basqın hücumlar eləyir. Penaltılar. İlk bizdə sıra. Qatçıları bildi. Haaland deyini mövqeyi yoksa bizim oyuncular mı aldı? Aynı qatı kimi. 2-0 gol tapmalıyıq. Axırı bir tərəm atdı. Qapçı birin tasavvura işarət eləmirəm mən. Başa. Qapçı səndə qapçı. Dostlar yeri düzgün tahmin eləm. Qapçı tullanamır. Ederson belə o stör yaşı var futbolu bırakmır. Bizə normal qapçı lazımdır. Bu da gelip düzgün bir şey tapanmır. Bunu mən niyə tuttum kiralıq. Heç olmasa bu kubuku qazanaq. Bu kariyeri bitirək. Geldi bu görək nə gətirdi bu yenə. 58, 56, 66'lıq adamları yığıb gətirib üstümə. Neyinləm mən bunları? Bunu son dəfə də göndərəcəm bu bölgəyə. Buradan qəşəng oyuncular çıxır ha.
2-1. Son 16'daki rəqibimiz. Bunlar da 1-0 keçdi. City də gəlir. Yenə Dortmund penaltilərə keçiblər. Galatasaray'a məncə keçər. Ligi udmuşuq o sənə qədər. Ay bunun qapıcı. Bu qapıda yatıb bu nağar. Galatasaray City'ni udub. Dostlar biz başta kariyerin başında ne demiştik? Hedef Şampiyonlar Ligi'ni kazanmaq da var idi. Biz burada Düdül Ligi de kazansıq, biter bu kariyer. Ligi kazandıq ama Şampiyonlar Ligi'ni kazanamadıq olsun. Bu kariyeri burada bitiririk dostlar. Qəşəng kariyer oldu deyəmirəm çünki YouTube'da belə şey de görmürdü, nətər deyim. Like az gəlirdi. Dostlar bu kariyerde ligi kazandıq, hədəfimizə ulaşdıq. Fenerbahçe'nin neçə ildən sonra Şampiyonlar Liginə çıxartdıq. Şu dostlar bu video, bu kariyer burada baş tutur. Warzone üçün bir 10.3 güncəlləməsində zadında görüşərik. Sağ olun, salamat qalın.